Biz hər zaman Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik və dəstəkləyəcəyik. Onun suverenliyi, sərhədlərin toxunulmazlığını tərəfdarıyıq. Heç bir ölkənin xalqının icazəsi olmadan sərhədləri dəyişilə bilməz və əlbəttə ki, burada bizim mövqeyimiz kifayət qədər ardıcıldır və biz bu mövqeyimizə sadiq qalırıq. O ki qaldı, Ukrayna xalqına gəldikdə biz əlimizdən gələni edirik. Bu haqda çox danışmaq istəmirəm. Biz bunu reklam etmək üçün etmirik, bunu səmimi qəlbdən edirik. Həm dövlət səviyyəsində, həm də sıravi insanlar da və kommersiya strukturları da əlindən gələni edir. Bu bizim bir vahid bir mövqeyimizdir ki, bugün əziyyət çəkən xalqa, ərazi bütövlüyü pozulmuş bir ölkəyə əlimizdən gələni etməyə çalışırıq.